sevdiyi bir insan görüb ki, artıq başqası ilə nişanlanıb, ailə qurub. Qazi mənə müraciət elədi. Mən orada döyüşmüşəm, vuruşmuşam. İndi mən bura gəlmişəm və bu adam məni gözləməyib də. Bu düşünüb ki, mən orada öləcəm və artıq əvvəlcədən bu qərar verib. Halı çox pis idi və dedilər ki, bundan bir konsultasiya keçirmək lazımdır. Mən bundan görüşdüm. Bizim söhbətimiz hardasa 40 dəqiqə çəkdi. Və 40 dəqiqədən sonra bu adam tam belə dəyişdi də, 180 dərəcə dəyişdi və bir neçə dəfə intihara cəhd eləmişdi. Artıq özündən bacara bilmirdi də. Mən orada ona dərman yazmadım, mən orada ona heç nə eləmədim. Mən ancaq onu ilə söhbət elədim. Bizlər bəzən deyirik ki, psixoloqun işi nədir? Danışır da öz üçün. Yox, elə deyil də. Orada elə sözlər var ki, o söz insanın düşüncələrini bloklaya bilər. Elə sözlər var ki, insanı o blokdan aça bilər. Ona görə psixoloq orada böyük bir sözlər görür və bizləri hərəkətə gətirən də sözdür, bizi alçaldan da sözdür, bizi yuxarı qaldıran da sözdür, travma yaradan da sözdür. Biz hər şey sözlə eləyirik. Məsələn, mən sizə desəm ailə daxili şiddət nə deyərsiniz? Vurmaq, döymək, boğmaq. Şiddətlərdən biri də sözdür. Əgər tərəflərdən biri ya uşağına, ya həyat yoldaşları bir-birinə ancaq danışırsa, o da deyir ki, sən məni öldürdün. O deyir, axı mən sənə heç nə eləməmişəm. Yəni söz şiddət növlərindən biridir. Biz düşüncəni dəyişməklə həyata baxış dəyişir. Bir çox problemlər köklü həll olunur. Mənim öz praktikamda olub, bir sözlə insan intihar fikrindən vaz keçib.